Salam. 20 variant sınaq imtahanının 7-ci sınağına baxırıq. Mövzumuz Dünya müasir siyasi xəritəsi, təbii ehtiyatlardır. Dünya siyasi xəritəsinin formalaşmasında yeni dövr üçün səciyyəvi cəhət. İnkişaf etmiş ölkələr arasında dünyanın yenidən bölüşdürülməsi şərti yanlışdır. Avropa sivilizasiyası dövlətlərinin müstəmləkələrə sahib olması isə doğru cavabdır. Belə ki, bu dövr böyük coğrafi kəşflər dövründən 20-ci əsrin əvvəllərinə qədər olan bir hissəni əhatə etdiyinə görə bir sıra ərazilər Avropa ölkələri arasında müstəmləkə şəklində bölünmüşdür. Cavab B variantı. Dünyanın siyasi xəritəsinin formalaşmasında kəmiyyət dəyişikliklərinə aiddir. Dövlət idarəetmə formasının dəyişməsi keyfiyyət dəyişikliyidir. Müharibələr nəticəsində ərazilərin zəbt edilməsi kəmiyyətdir. Yeni kəşf olunan ərazilərin ölkələrə birləşdirilməsi kəmiyyətdir. Müstəmləkələrin müstəqillik əldə etməsi keyfiyyətdir. Dövlətlərin müxtəlif təşkilatlara əməkdaşlıq etməsi keyfiyyətdir. Ölkələrin parçalanması və birləşməsi kəmiyyətdir. Cavab A variantı. 90-cı illərdə müstəqillik əldə edən türk dövlətləri. Sovet Sosialist Respublikalar İttifaqı parçalanandan sonra Qazaxıstan, Azərbaycan və Qırğızistan müstəqillik əldə edən türk dövlətləri olmuşlar. Cavab C variantı. Xəritə sxemdəki rəqəmlərə əsasən ən qədim eradan əvvəl 4-cü minilliyə aid sivilizasiya mərkəzini müəyyən edin. Burada Cənub-Qərbi Asiya zonasında formalaşan sivilizasiyadan söhbət gedir. Cavab A variantı. Qərb sivilizasiyası Avropada yaransa da, onun Şimali Amerika və Avstraliyada da geniş yayılmasına təsir göstərmişdir. Dənizçiliyin inkişaf etməsi, yəni cavab Y variantı. Belə ki, Qərbi Avropada yaransa da, okeanlar vasitəsilə digər qitələrə getməsi dənizçiliyin inkişafından irəli gəlirdi. Sayan Altay dağlarının şimal-qərb bölgəsi, Mərkəzi Asiya, Qafqaz, Kiçik Asiya yarımadası üçün ümumi əlamət türk sivilizasiyasının yayıldığı ərazilər olmasıdır. Cavab A variantı. Türk xalqlarının dini inancları ilə bağlı uyğunluğu müəyyən edək. İslam dininə tatarlar və qazaxlar sitayiş edir. Xristiyan dininə qaqavuzlar və çuvaşlar etiqad edir. Karaimlər isə iudaizmə etiqad edən xalqlardır. Yəni cavab D variantı. Türk xalqları ilə bağlı uyğunluğu müəyyən edək. Müstəqil dövlətlərə malikdir. Burada Qırğızistan Respublikasına malik olan qırğızlar götürülə bilər. Yəni 1-ə C, 1-ə C verilməyən variantı silirəm. Və C-dən başqa, yəni qırğızlardan başqa müstəqil dövlətə sahib olan, malik olan bir xalq burada yoxdur. Ona görə də B variantını, C variantını və Y variantını da eləmək olar. Dövlət qrupundan malik olanlar tatarlar Rusiya daxilində, Rusiya Federasiyası daxilində Tataristan Respublikasına, Tıvalılar isə Tıva Respublikasına malikdirlər. Deməli 2-yə B-dir. Və yerli xalqlar hesab edilir. Noqaylar və Qumaqlar bunların nə müstəqil, nə də asılı bir dövlətə malik deyirlər. Cavab A variantı. Azərbaycanı Avropa ilə birləşdirən TANAP layihəsi üzrə çəkilən qaz xəttinin ardıcıl olaraq keçdiyi ölkələr. Azərbaycandan qərb istiqamətinə Anadolu üzərindən Avropaya getdiyi üçün birinci Gürcüstan götürürlər. Gürcüstanla başlayırsa, yəni 4-lə başlayırsa A variantını, B variantını və D variantını eləmək olar. Gürcüstandan qərbdə Türkiyədir,
4-1 olaraq davam edəcəyinə görə C variantında eləmək olar. Sonra Yunanistan, daha sonra Albaniya, ən sonda İtaliya. Cavab Y variantı. Aralıq dənizi və ya Mediterraneum tarixi coğrafi regionuna aid olan ərazilər. Burada Aralıq dənizinin ətrafındakı əraziləri, yəni Cənubi Avropa, Cənub-Şərqi Avropa, Cənub-Qərbi Asiya, Şimali Afrika kimi əraziləri götürmək olar. Cavab A variantı. Böyük yeddiliyə daxil olan ölkələr. Nəzərinizə çatdıraq ki, böyük yeddiliyə Amerikadakı Kanada və Amerika Birləşmiş Ştatları, Uzaq Şərqdə Yaponiya və Avropada 4 böyük ölkə. Böyük Britaniya, Almaniya, Fransa və İtaliya daxildir. Burada Avstraliya İttifaqı yoxdur, Çin yoxdur, Rusiya yoxdur. Deməli, cavab 2-5-6 C variantı. Dünyada çoxmərkəzli iqtisadi modelin yaranması hansı illərə təsadüf edir və hansı ölkənin iqtisadi inkişafının nəticəsidir? Yaponiyanın 1950-ci illərdə 3-cü mərkəzi formalaşdırması ilə bundan əvvəlki 2 mərkəzli, yəni Qərbi Avropa və Amerika Birləşmiş Ştatları mərkəzlərindən sonra çoxmərkəzli iqtisadi model formalaşdı. Yəni cavab Y variantı. Böyük 20-yə daxil olub, böyük 7-yə daxil olmayan ölkələr. Bayaqki sualda böyük 7-yə daxil olan ölkələri dedik. Yaponiya böyük 7-liyə daxildir. İtaliya böyük 7-liyə daxildir. Kanada böyük 7-liyə daxildir. Deməli, Çin, Türkiyə və Avstraliya İttifaqı 1-3-4 cavab C variantı. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyənləyək. Qonur torpaqlar Qərbi Avropada mülayim kontinental iqlim tipində enliyarpaqlı və qarışıq meşələrin altında münbit torpaqlardır. Qara torpaqlar isə çöl zonasında formalaşan münbit torpaqlardır və əsasən ot örtüyü altındadırlar. Birinci şərt ot örtüyü altında formalaşması qara torpaqlara aiddir. İkinciyə bir şərtinin verilmədiyi variantları eləsək, yalnızca D variantı qalır. Deməli, qara torpaqlara həm də yayıldığı ərazidə taxılçılığın inkişaf etməsi şərti götürülə bilər. Qonur torpaqlar üçün, yəni birinci şərt üçün artıq 3 və 4 bəndləri götürülə bilər. Yəni, enliyarpaqlı meşələrin altında formalaşması və yayıldığı ərazilərdə südlük istiqamətli heyvandarlıq inkişaf etməsi şərtləri. Ortaq fikirlər isə 2 və 5-dir. Yəni, mülayim iqlim qurşağında formalaşmaları və çürüntülərlə zəngin olmaları. Cavab D variantı. Doğru bəndləri müəyyənləyək. İtaliya respublikadır və unitardır. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silə bilərik. Braziliya respublikadır və federativdir. İkinci şərt də doğrudur. Deməli, D variantı ələnər. 4-ə baxırıq. Belçika monarxiyadır və federativdir. Bəli, Belçika federativ monarxiya olan 4 ölkədən biridir. Müvafiq olaraq Avropa, Amerika və Asiyada yerləşən federativ ölkələr. Avropada Avstriya federativdir, Amerikada ABŞ federativdir, ancaq Asiyada Qətər federativ deyil, A variantı yanlışdır. Avropada Almaniya federativdir, Amerikada Kanada federativdir, Asiyada isə Qazaxıstan federativ deyil, B variantında səhvdir. Avropada Rusiya federativdir, Amerikada Braziliya federativdir və Asiyada Pakistan federativdir. Cavab C variantı. Xəritə sxemdə rəqəmlərlə verilən ölkələr üçün ümumi olan əlamətlər. Gördüyümüz qədər burada Boliviyadan, Çaddan, Əfqanistandan və Qazaxıstandan söhbət gedir. Federativ respublikalarda şərti yanlışdır. Birinci şərti silirik. Birinci şərtin olduğu variantları. OPEC təşkilatının üzvüdürlər şərti də yanlışdır. İkinci şərtin verildiyi variantları da silə bilərik. Təsərrüfatın birinci və ikinci sektorların payı üstündür şərti hər ölkə üçün aiddir. İnkişaf etməkdə olan ölkələrdir şərti bütün bu 4 ölkə üçün keçərlidir.
materik daxili ölkələrdir. Okeana çıxışları olmadığı üçün bu şərt də doğrudur. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi dövlətləri üçün ümumi əlamətlər. Monarxiya idarəetmə formasına malikdir şərti doğrudur. Belə ki, Səudiyyə Ərəbistanı teokratik monarxiya, Birləşmiş Ərəb Əmirliyi isə mütləq monarxiya idarəetmə formasına malikdir. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. İnzibati ərazi bölgüsü federativdir. Birləşmiş Ərəb Əmirliyi federativdir, ancaq Səudiyyə Ərəbistanı unitardır. Deməli, ikinci şərt yanlışdır. Arid iqlim şəraitində yerləşir. Hər ikisi tropik ərazidədir və bu şərt doğrudur. OPEC təşkilatının üzvüdür şərti də hər iki ölkə üçün keçərlidir. Cavab A variantı. Ölkənin neftlə təminatını müqayisə edək. Bunun üçün biz ümumi ehtiyatın miqdarını illik hasilatın miqdarına bölməliyik. 2,5 milyardı 25 milyona bölsək 100 il olur. 1,8 milyardı 15 milyona bölsək 120 qalır. Və 3,6 milyardı 40 milyona bölsək 90 eləyir. Deməli, C, A, B olaraq ya da B böyükdür A-dan, o da böyükdür C-dən şərti doğrudur. Cavab C variantı. Xəritə sxeminə əsasən filiz və yanar faydalı qazıntıların daha geniş yayıldığı əraziləri müvafiq olaraq müəyyən edək. Filiz mənşəli faydalı qazıntılar əsasən kristallik növlərin yer səthinə yaxın olduğu, sipər və qalxanların olduğu, yaylıların olduğu ərazilərdə götürülə bilər. Yəni, Qərbi Avstraliya, Dekan yaylası və Braziliya yaylasını götürmək olar. Birinciyə 1,4,5 şərti B variantında var. Qərbi Sibir ovalığı, Afrikanın şimalı və Meksika sahili ovalıq isə çökmə mənşəli, yəni yanar faydalı qazıntıların olduğu ərazilərdə cavab B variantı. Xəritə sxemə və cədvələ əsasən doğru bəndləri müəyyən edək. 2 və 3 rəqəmləri ilə verilən məntəqələrdə buxarlanmanın miqdarının böyük olduğu qeyd olunub, amma bu ərazilər quraq ərazilər olmağına görə buxarlama burada böyük miqdarda deyil. Birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. Avtomatik ikinci şərtin doğru olduğu görünür. Belə ki, 1 və 4 rəqəmlərlə verilən ərazilər Kiçik Qafqazın dağlıq və Böyük Qafqazın dağlıq ərazilərindən mezoy yaşlı süxurlarla örtülüdür. İkinci şərt doğrudur. Üçüncü şərtə baxırıq. 4 və 5 rəqəmləri ilə verilən ərazilərdə rütubətlənmə misalının vahiddən böyük olduğunu göstərir. Talış zonasında və Böyük Qafqazın yüksək dağlıq ərazilərində rütubətlənmə misalı vahiddən böyük olduğu üçün üçüncü şərtdə doğrudursa D variantı ələndi. Baxırıq 5-ci şərtə. 2 və 6 rəqəmləri üzüm mənşəli faydalı qazıntılarla yayılmışdır şərti doğrudur. Belə ki, Xəzər sahili mövqedə üzüm mənşəli, çökmə mənşəli faydalı qazıntılar formalaşa bilər. Cavab Y variantı. Eyni miqdarda enerji əldə etmək üçün verilən yanacaq növlərinin hansının kütləsi müvafiq olaraq daha az və daha çox olacaqdır. Bunun üçün yanacaq növlərinin istilik vermə əmsallarını müqayisə etmək olar. Belə ki, neftin istilik əmsalı 1,5, daş kömürün istilik vermə əmsalı 1, quru odun 0,4, torf 0,5 və yanar şist 0,3'dür. Bunu nəzərə alsaq, burada istilik vermə əmsalının daha böyük olduğu yanacaq növü miqdarı daha az olmalıdır. Yəni, burada A variantında neftlə yanar şist müqayisə edilib və bu doğrudur. B variantında da daş kömürlə quru odun müqayisə edilib və bu variant da doğrudur. Ölkənin ümumdaxili məhsul dəyəri 360 milyard dollar, ümumi məhsul isə 300 milyard dollardır. Ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər
ümumi məhsulun 15%-ni təşkil edir. Xarici şirkətlərin bu ölkədə yaratdığı dəyəri hesablayaq. Ümumi daxili məhsul və ümumi milli məhsulun hesablanması üçün belə bir sxem var. Ümumi daxili məhsul ölkə daxilindəki milli şirkətləri və ölkə daxilindəki xarici şirkətləri əhatə edir. Ümumilli məhsul isə ölkə daxilindəki milli şirkətləri və ölkə xaricindəki milli şirkətləri əhatə edir. Şərtdən də göründüyü qədər ümumdaxili məhsul 360 milyarddır. Ümumilli məhsul isə 300 milyarddır. Əgər ölkə şirkətlərinin xaricdəki yaratdığı dəyər, yəni ölkə xaricindəki milli şirkətlərin dəyəri ümumilli məhsulun, yəni 300 milyardın 15%-ni təşkil edirsə, deməli 45 milyard təşkil edir və xarici şirkətlərin ölkədəki payı, ölkə daxilindəki xarici şirkətləri istəyirsə bizdən, ümumilli məhsulun ümumi dəyərindən ölkə xaricindəki milli şirkətlərin dəyərini çıxarıq, eləyər 255 milyard və 360 milyarddan da 255-i çıxarıq, qalar 105 milyard. Yəni cavab 105. Xəritə sxemə əsasən doğru olmayan fikirləri müəyyən edək. A hərfi ilə verilən ölkə Qazaxıstandır. Məhsulda qara torpaqlar yayılmışdır şərti doğru olduğu üçün biri götürmürük. B hərfi ilə verilmiş ölkə Yaponiyadır. Boksit ehtiyatları çoxdur şərti yanlışdır və 2-ni götürürük. C hərfi ilə verilən ölkə Misirdir. Transsərhəd su ehtiyatlarının asılılığı çoxdur. Bəli, öz ərazisində böyük çayda formalaşmadığı üçün Nil çayı Misir üçün çox böyük əhəmiyyət kəsb edir və üçüncü şərt doğru olduğu üçün götürmürük. D hərfi ilə verilən ölkə Finlandiyadır. Su və meşə ehtiyatlarıyla zəngindir şərti doğrudur, götürmürük. Y hərfi ilə verilən ölkə İslandiyadır. Aqroiqlim ehtiyatıyla zəngindir şərti yanlışdır, belə ki bu ərazilər soyuqdur. 5-ci şərt səhv olduğu üçün götürürük. Və F hərfi ilə verilən ölkə Braziliyadır. Braziliyada daş kömür olmadığı halda ixrac edir şərti yanlışdır. Cavab 2, 5, 6. Mineral resursların tükənməsi insanları hansı tədbirlər görməyə istiqamətləndirir? Tullantıların təkrar emalına təbii ki, daha səmərəli istifadə etmək üçün, süni materialların istehsalına, təbii materiallar azaldığı üçün süni materiallara yönəldirilir. Emal müəssisələrinin sayını azaltmaq çıxış yolu deyil. Xam maldan kompleks istifadə isə mineral resurslara qənaət eləməyə şərait yaradar. Yəni 1, 2, 4. Xəritə sxemdə qeyd edilmiş ölkələrin təbii şəraiti və təbii ehtiyatları üçün ümumi olan əlamətlər. 1 rəqəmi ilə Azərbaycan, 2 rəqəmi ilə Türkiyə, 3 rəqəmi ilə Qazaxıstan verilmişdir. Əraziləri əsasən subtropik iqlim qurşağında yerləşir şərti Qazaxıstan üçün ödənmədiyi üçün birinci şərti silirik. Əlvan metal filiz ehtiyatına malikdirlər. Qazaxıstan və Türkiyədə boksit, Azərbaycanda isə alüminium yatağı fərqlənir. İkinci şərt doğrudur. Daxili axır sövzəyə aid çaylar var. Bu ölkələrdən başlayan çaylar Aral gölünə və ya Xəzər dənizinə aid olduqları üçün üçüncü şərt də doğrudur. Üzüm mənşəli faydalı qazıntılarla zəif təmin olunub şərti Azərbaycan və Qazaxıstan üçün doğru olmaz. Relyefində cavan dağlı və yaylalı üstünü təşkil edir şərti isə Qazaxıstan üçün doğru deyil. Yəni cavab 2 və 3. Uyğunluğu müəyyən edək. Neft ixrac edən ölkələr, yeni sənaye ölkələri. Neft ixrac edən ölkələr əsasən Cənub-Qərbi Asiya ölkələri, ərəb ölkələrini qeyd eləmək olar. Birinciyə B və C. Yeni sənaye ölkələrinə isə Malayziya və Türkiyəni aid eləmək olar. Qərbi Avropada antropogen mənşəli düzənlikləri ilə məşhur olan ölkə həmçinin yanan faydalı qazıntı ilə zəngindir. Həmsərhəd olduğu dövlətlərlə idarəetmə formasına görə oxşar və fərqli xüsusiyyətlərə malikdir.
28-ci sual. Mətndə verilmiş ölkəni və burada antropogen mənşəli düzənliklərin yaranmasının səbəbi müəyyən edək. Bu ölkə Niderlanddır və Niderlandın ərazisi tektonik əyilmə zonasına aid olduğu üçün durmadan okean suları altına gömülür və Niderlandın hətta ərazisinin 40%-i süni bəndlər üzərində, polderlər üzərində ərazi genişləndirməklə məşğul olan bir ölkədir. Mətnə əsasən cədvəli tamamlayaq. Mətndə verilmiş ölkə ilə həmsərhəd olan ölkələr Almaniya və Belçikadır. İdarəetmə forması Almaniyada Respublika, Belçikada isə monarxiyadır. İnzibati ərazi bölgüsü hər ikisi federativdir. Mətndə əsasən ölkədə ehtiyatları çox olan faydalı qazıntını və hasilatın aparıldığı su hövzəsi müəyyən edək. Faydalı qazıntı qazdır və su hövzəsi Şimal dənizidir.